İsrail və İranın bir-birinə atdığı raketlər Cofa rayonundan müşahidə olunur. Yaxın Şərqdə gərginlik kritik həddə çatıb. Bu dəqiqələrdə İran və İsrail bir-birinə qarşı-qarşılıqlı raket zərbələri endirirlər. İran tərəfindən atılan ballistik raketlər İsrailin Tel-Əviv və Hayfa şəhərlərinə düşüb. Hücumların miqyasını əks etdirən görüntülər artıq sosial şəbəkələrdə və beynəlxalq media orqanlarında paylaşılıb. Turkistan Azmusavat.com-a istinadən məlumat verir ki, İranın həyata keçirdiyi hücum nəticəsində Hayfa və Tel-Əvivdə ciddi dağıntılar qeydə alınıb. Şahidlər partlayış səslərinin güclü olduğunu, şəhər əhalisi arasında panika yarandığını bildirirlər. Həmçinin bir sıra yaşayış məntəqələrinə maddi ziyan dəyib, yaralananlar var. İsrailin Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Xidməti zərər çəkənlərin sayını dəqiqləşdirmək üçün operativ qruplar cəlb edib. Eyni zamanda İsrail hərbi hava qüvvələri də cavab zərbələri ilə Tehran istiqamətində geniş miqyaslı bombardman əməliyyatlarına başlayıb. İsrailin siyasi və hərbi rəhbərliyi daha öncə Tehranı yer üzündən silmək xəbərdarlığını etmişdi. Hazırda Tehranın ətraf bölgələrində güclü partlayışlar və yanğınlar müşahidə edilir. Rəsmi xəbərlərə görə hər iki ölkənin strateji obyektləri və hərbi mövqeləri qarşılıqlı şəkildə hədəf alınır. İsrail Müdafiə Qüvvələri və İran Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir. İki ölkə arasında bu cür kəskin eskalasiya beynəlxalq aləmdə ciddi narahatlıq doğurub. Əlavə edək ki, İsrail və İran arasında uzun müddətdir davam edən gərginlik son günlərdə açıq hərbi qarşıdurmaya çevrilib. Beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri tərəfləri təmkinli olmağa və dərhal atəşi dayandırmağa çağırırlar.